Mövzu 3. Asiya Hun dövləti. Asiya Hun dövlətinin yaradıcısı Teoman Tanhu olmuşdur. Dövlətin mövcudluğu isə eradan əvvəl 220, eradan əvvəl 58-ci illərdə, paytaxtı isə Ötükən şəhəri olmuşdur. Dövlətin ərazisi Mete Xaqanın dövründə daha da genişlənmiş və Şərqdə Koreya, Qərbdə Xəzər dənizi, şimalda Sibir, cənubda isə Qaşqara qədər olan əraziləri əhatə etmişdir. İndi qədim türklər haqqında məlumata baxırıq ki, dünyada müxtəlif adlarla Hun, Göytürk, Oğuz və başqa adlarla tanınmışdılar qədim türklər və Mərkəzi Asiya çöllərinin şərəksiz hakimi olmuşdular. Əsasən maldarlıqla məşğul olurdular. Otlaqlar və su mənbələrinin ardınca böyük çöldə, yəni şərqdən qərbə, qərbdən şərqə doğru köç etmiş və Avrasiya qitəsində qüdrətli dövlət qurmuşdular. Özlərinə məxsus döyüş üsulları, silahları, sənətkarlıq nümunələri ilə dünya mədəniyyətində bir sıra yeniliklər bəxş etmişdilər. Qobi çölü, Qobi səhrasından Qara dənizin şimalına qədər uzanan düzənlik ərazi olmuşdur. İndi qədim Hun tayfaları haqqında olan məlumata baxırıq ki, hissəyə. Burada türk mənşəli köçəri tayfalar olmuşdular Hunlar. Hunların haqqında ilk məlumat eradan əvvəl 2-ci minillikdə Çin mənbələrində diqqət edilir. Eradan əvvəl 2-ci minillikdə verilmişdir və Çin mənbələrində məlum olur ki, Hunların ilk siyasi birlikləri elə bu dövrdə eradan əvvəl 2-ci minillikdə meydana gəlmişdir. Hun tayfaları Orxan və Selenqa çayları arasındakı ərazilərdə yaşayırdılar. Əsas məşğuliyyətləri köçəri maldarlıq, ovçuluq olmuşdur. Dəmirçilik və zərgərliklə də məşğul olurdular. Sərt iqlim xüsusiyyətlərinə görə daimi yer dəyişmələr etmələri həyat tərzinə ciddi təsir göstərmişdir. Köçəri maldarlıqla məşğul olduqları üçün qalalara və sədlərə ehtiyac duymadıqlarından hər an təhlükəyə hazır şəkildə olurdular və buna görə də onların uşaqları böyük çölün şərtlərinə uyğun böyür, kiçik yaşlarından uşaqları hərb sənətini, at çapmağı, ox atmağı öyrədirdilər. Mənbələr qədim Hunlar haqqında belə məlumat verir ki, əskərləri yay çəkən güclü və zirehli süvarilər idi. Ənənələrə görə sülh dövründə maldarlıqla məşğul olur, vəhşi heyvanları ovlayırdılar. Fövqəladə hallarda döyüş təlimləri keçirilir. Bu onların həyat tərzi idi və uzaq mənzilli silahları yay və ox, əlbəyaxa silahları isə balta və nizə olmuşdur. Teoman Tanhu'nun Asiya Hun dövlətinin yaratması adlı yarımbaşlıqdan başlayırıq. Eradan əvvəl 3-cü əsrin ikinci yarısında sərkərdə Teoman Hun tayfalarını vahid dövlətdə tərkibində birləşdirir və ilk Hun dövləti olan Asiya Hun və yaxud da Böyük Hun dövlətini yaratdı. Dövlətin paytaxtı və hökmdarın iqamətgahı da Ötükən şəhəri oldu. Tanhu sözünün mənası Kağan, Xaqan birləşmiş Hun tayfalarının başçısı mənasını verirdi. Teoman Tanhu'nun hakimiyyəti. O eradan əvvəl 220-209-cu illərdə hakimiyyətli olmuşdur. Hun dövlətinin yaranması ilə eyni vaxtda yaranan Çində vahid dövlət, onların arasında, hər iki dövlət arasında uzun sürən çəkişmələrin başlamasına səbəb olmuşdur. Piyadalara üstünlük verən Çinlilərdən fərqli olaraq Hunlar süvarilərlə döyüşürdülər. Uzaq məsafələrdən ox atmaqla düşmənə böyük tələfat verirdi və düşməni zəiflətdikdən sonra əlbəyaxa döyüşə girirdilər. Çin hökmdarı Sin Şuxandi döyüşçən Hun süvarilərinin hücumlarının qarşısını almaq üçün Çin səddinin tikilməsi haqqında qərar verdi. Eradan əvvəl 214-cü ildə. Lakin bu Hunların qarşısını ala bilmədi. Hunlar səddin kənarlarından və zəif yerlərindən keçərək Çinə yürüşlər təşkil etdilər. Asiya Hun dövlətinin ən qüdrətli dövrü isə Teoman Tanhu'nun oğlu Mete Tanhu'nun hakimiyyəti dövründə baş vermişdir ki, o da eradan əvvəl 209-174-cü illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət daha da möhkəmləndirildi və ordu islahatı keçirdi. Ordu islahatına əsasən Hun süvari ordusu 10-luq, 100-lük, 1000-lik və 10 minlik dəstələr şəklində təşkil olundu. Orduda nizam-intisam yaradıldı. Səsi ilə düşməni vahiməyə salan, fit çalan oxların düzəldilməsi də Mete Tanhu'nun adı ilə bağlı olmuşdur. Mete Tanhu Mərkəzi Asiyadakı bütün 26 tayfanı öz hakimiyyəti altında birləşdirdi. Monqol və Tibetləri də tayfalarını da özünə tabe etmişdir. Hunların Çinə yürüşlərini uğurlu şəkildə davam etdirdi. Eradan əvvəl 200-cü ildə deməli, Pinçen şəhərinin yaxınlığında Mete Tanhu və Çinlilər arasında döyüş baş verir ki, bu həlledici döyüşdə Mete Tanhu'nun ordusu Turan taktikasından istifadə edərək özlərindən sayca çox olan Çin ordusunu mühasirəyə alır. Mühasirədə ümidsiz vəziyyətə düşmüş Çinin Xan sülaləsinin hökmdarı Mete Tanhu ilə sülh müqaviləsi bağlamağa məcbur olur. Və həmin ildə, eradan əvvəl 200-cü ildə Çinin Hunlarla imzaladığı Pinçen sülhünün şərtinə görə Xan sülaləsi hökmdarı hər il Hunlara xərac ödəməli idi və beləliklə də Çini asılı vəziyyətə salmış olurdu. Şimali Çini Hun dövlətinə verdi.
Çinin ticarət yollarının isə Hunların nəzarətinə keçməsi ilə razılaşmışdır. Deməli, Pinçin sülhünün şərtlərinə əsasən Çinin hər il Hunlara xərac ödəməli idi. Şimali Çin Hunların nəzarətinə düşürdü. Çinin ticarət yolları da Hunların nəzarətinə keçirdi və beləliklə Çin asılı vəziyyətə salınmış oldu. Və Meteid Hanhunun bu işğalların nəticəsində Asiya Hun dövləti imperiyaya çevrildi. Böyük İpək yolu Hunların nəzarətinə keçmiş oldu. Çin qaynaqlarında Mete, Tanrı qutu, yəni Tanrının yer üzərində siyasi hakimiyyət verdiyi şəxs, oğuznamələrdə isə Oğuz xaqan adlandırılırdı. Eradan əvvəl 200-cü ildə Pinçin şəhəri yaxınlığında baş vermiş döyüşdən, yəni Pinçin döyüşü haqqında burada məlumat alırıq. Burada xan imperatoru Kaotin olmuşdur. Meteid Hanhu isə onu Paiting dağında mühasirəyə almışdır və Çin imperatoru ümidsiz vəziyyətə düşüb Meteid Hanhunun xanımının yanına elçi göndərərək Meteid Hanhunu sülh üçün dilə tutmağa xahiş etmişdir. Meteid Hanhu da onun xahişini qəbul etmişdir və bu da göstərirdi ki, Hun cəmiyyətində qadınlar böyük rola malik və siyasi qərarların da verilməsində yaxından iştirak edirdilər. Qədim türklərin taktikası olan Turan taktikasının əsasən qoşun aypərə şəklində düzülürdü. Bu taktikadan sonralar Axun hökmdarı Ağsuvar xan, Səlcuqlar Malazgirt döyüşündə 1071-də, Səfəvilər ordusu Sufyan döyüşündə 1605-ci illərdə istifadə etmişdilər. Asiya Hun dövlətinin parçalanması və süqutu bağlı yarımbaşlığa baxırıq. Eradan əvvəl 1-ci əsrin əvvəllərində Asiya Hun dövləti Çinin təsiri ilə daxili çəkişmələr nəticəsində zəifləyir və bu çəkişmələr nəticəsində Xan sülaləsinin hökmdarları da maraqlı idi. Çünki onlar açıq müharibədə məğlub olurdu. Onun üçün də onlar nikah diplomatiyasından istifadə edərək Hunların şahzadələri arasında ədavət yaratmağa, Hun dövlətinin daxili işlərinə qarışmağa və onu zəiflətməyə çalışırdılar. Və həmçinin Çinlilər Hunların döyüş üsullarını da öyrənərək süvari qoşun təşkil edirdilər. Burada Çinin məqsədi var idi. Bu məqsəd Hun dövlətinin asılılığına son qoymaq və hər il ödədikləri ağır xəracdan xilas olmaq idi ki, bu xərac da eradan əvvəl 200-cü il olan sülhün nəticəsi, Pinçin sülhünün nəticəsinə əsasən verirdilər. Eradan əvvəl 58-ci ildə anası Çinli olan Hun şahzadəsi Hun dövlətinin Çinə tabe etmək istədi, lakin anası türk olan digər qardaş olan Çiçi Tanhu isə buna etiraz etdi və şahzadələr arasında mübarizə nəticəsində Asiya Hun dövləti də iki hissəyə parçalandı. Qərbi Hun dövlətinə və Şərqi Hun dövlətinə. Qərbi Asiya Hun dövləti Çiçi Tanhunun başçılığı ilə bir müddət müstəqilliyini qorusa da, eradan əvvəl 36-cı ildə Çin tərəfindən süquta uğradılmışdır. Şərqi Asiya Hun dövləti isə Çinə tabe olmuşdur. Sonra müstəqilliyi əldə etsə də, sonunda öz müstəqilliyini qoruya bilmir, eramızın 3-cü əsrində süqut edirdi. Çiçi Tanhunun hakimiyyəti. Onun hakimiyyəti dövründə Tanrı dağlarının şimalı, İssıq gölünün ətraf əraziləri ölkəsinə tabe edilmiş və ölkənin sərhədləri diqqətli olunub qərbə doğru genişləndirilmişdir. Lakin parçalanma Hunları çox zəiflətmişdir. Xan hökmdarları İpək yoluna nəzarəti yenidən ələ keçirmək məqsədi ilə eradan 36-cı ildə Qərbi Hun dövləti üzərinə hücum etdi. Yəni xan hökmdarının bura hücum etməkdə məqsədi İpək yolunu yenidən ələ keçirmək idi və bu hücumun nəticəsində Ötkən şəhərinin tutulur, İpək yolu üzərində nəzarət yenidən ələ keçirilir və qarət edilir. Hunlar qəhrəmanlıqla döyüşsələr də məğlub olurlar və Qərbi Asiya Hun dövləti də süqut edir. Bu məğlubiyyətdən sonra Hunlar qərbə, Ural dağlarının ətəklərinə və İdil Volqa çayı sahillərinə köç etdilər. Asiya Hun dövlətinin dağılmasından sonra bir müddət sonra bir hissəsi qərbə doğru köç edən Hunların qərbdə Avropa Hun dövlətini 4-cü əsrdə yaratdılar. Şərqə doğru köç edən Hunlar isə Mərkəzi Asiyada 4-cü əsrdə Ağ Hun dövlətini, 6-cı əsrdə isə Göyçilər dövlətinin yaradılmasında mühüm rol oynadılar. Hunlarda idarə etmə sisteminə baxırıq. Yaşayış yeri, yurt, dövlət isə el adlanırdı. Bu söz dövləti olan xalqı ifadə edirdi. Yəni, elin təməlində dövlət və xalq dayanırdı. Digər türk mənşəli dövlətlərdə olduğu kimi Hunlarda da hökmdar hakimiyyəti Tanrıdan gəldiyinə inanırdılar. Hun tanrıları göy tanrının yer üzərindəki nümayəndələri hesab olunurdu. Hökmdarın hakimiyyəti irsən keçirdi. İskitlərdə olduğu kimi Hunların da ordusunun əsasını süvarilər təşkil edirdi. İndi Hunların dini inanclarına baxırıq ki, Mərkəzi Asiyada Hunlara aid qəbirlərdən tapılan maddi mədəniyyət nümunələrinin əsasında
Yəni buradan zərgərlik məmulatları, heyvan fiqurları və qılınclar tapılmışdı ki, bunların əsasında axirət dünyasına inamın olduğunu göstərirdi. Onların arasında tanrıçılıq geniş yayılmışdı ki, onlar göy tanrıya sitayiş edirdilər və yaradılışın ondan gəldiyinə inanırdılar. Onların inancında günəş, ay tanrılarda xüsusi yer tuturdu və onlara görə tanrının yaratma və hadisələrə müdaxiləsi qut, yəni xoşbəxtlik, səadət, ilham vermə mənasını verir. Yəni tanrının yaratma və hadisələrə müdaxiləsi qut yolu ilə gerçəkləşirdi. Hun inancında şamançılıq da xüsusi yer tuturdu ki, bu da göy tanrı ilə insanların arasında vasitəçi olduğuna inanırdılar.